Salam uşaqlar, sümük birləşmələrindən danışaq sizinlə. Yuxarı ətrafların qurşaq hissəsi neçə sümüklə birləşmə əmələ gətirir? Uşaqlar, yuxarı ətrafların qurşaq hissəsinə 4 sümük aiddir. 2 dənə körpücük sümüyü, 2 dənə də kürək sümüyü. Kürək sümüyünü sizə buradan göstərim. Fırladaq bunu, görürsünüz. Arxa tərəfdə 2 dənə kürək sümüyü var. Bu 2 kürək sümüyü də yuxarı ətrafların qurşaq hissəsinə aiddir. İndi gəlin baxaq. Yuxarı ətrafların qurşaq skeleti uşaqlar 3 sümüklə birləşmə əmələ gətirir. Körpücük sümükləri öndən, ikisi də döş sümüyünə birləşir. Kürək sümüyü isə birləşir bazu sümüyünə. Baxın, buradan aydın görünür. Bu kürək sümüyüdür. Kürək sümüyü birləşir bazu sümüyünə. Onda 2 kürək sümüyümüz var və hər kürək sümüyü birləşir bazu sümüyünə. Onda sualımızın cavabı belə olacaq. Yuxarı ətrafların qurşaq hissəsi 3 sümüklə birləşir. Körpücük sümüklərinin birləşdiyi bir döş sümüyü, kürək sümüklərinin birləşdiyi 2 dənə bazu sümüyü. Bir döş sümüyü və 2 dənə bazu sümüyü, yəni 3 sümük yuxarı ətrafların qurşaq hissəsinə birləşmiş olur.